Bugün toxunmaq istədiyim məsələ cəmiyyətimizin inkişaf meyarları. Biz hansı meyarlara diqqət etməliyik ki, cəmiyyətimiz inkişaf etsin, cəmiyyətimiz önə geçsin? Bu hansı meyarlardır? Zənn edirəm ki, bununla bağlı olaraq bəzi qeydlərimi sizinlə paylaşmaq istəyirəm. İlk öncə vicdan və əxlaqdır. Vicdan və əxlaq. Yəni vicdan hissinin zəif olduğu insan, müəllim də olsa, nazir də olsa, istənilən bir vəzifədə olsa, bu vəzifədə egoist davranacaqdır. Öz maraqlarını hər bir şeydən üstün tutacaqdır. Onun mənfəət anlayışı ona gətirib çıxaracaqdır ki, o işində, gücündə, münasibətlərində negativ işlər görəcəkdir, pis işlər görəcəkdir. Cəmiyyətin zərərinə olan işlər görəcəkdir. Ona görə vicdan amili çox önəmlidir. Vicdan amili çox önəmlidir. İnsanların xüsusilə hər hansısa bir vəzifəyə, görevə təyin edilməsi zamanı vicdan çox önəmlidir. İkinci, ondan sonra düşünürəm ki, üstünlük verəcəyimiz, haqqında düşünəcəyimiz məsələ əxlaqi keyfiyyətlərdir. Əxlaqi keyfiyyəti zəif olan insanlar şərtlər dəyişəndə dəyişirlər. Bu nə deməkdir? Əgər həmin insanın məvacibi azdırsa, oğurlamağa başlayır. Məvacibi çoxdursa, tutaq ki, oğurlamır. Məvacibi az olduğu zaman oğurlamağı özünə əsas bilir, əsası o olur ki, məvacibim azdır və mən ona görə oğurluyuram. Və bu onu göstərir ki, əxlaqi keyfiyyətləri zəif olan insanlar müəyyən vəzifələrdə, müəyyən qurumlarda, müəyyən mərtəbələrdə və məqamlarda olduqları zaman özlərinin negativlərini əsas gətirirlər, özlərinin negativlərinə bir dəlil axtarırlar və bu dəlil əslində əxlaqi keyfiyyətlərin zəifliyidir. Çünki əxlaqi meyarlar həm də insanı dəyişməyə qoymur. Əxlaqi meyarlar insanı dəyişməyə qoymur. Yəni, insan əxlaqi meyarları və keyfiyyətləri yüksəkdirsə, müəyyən bir vəzifəyə çatdıqdan sonra onun insanlarla davranışı, münasibətləri dəyişmir. Amma əxlaqi keyfiyyətləri zəifdirsə, onun insanlarla münasibətləri dəyişir və bu bir ictimai fəsada yol açır. Növbəti bir məsələ əmanətin əhlinə verilməsidir. Yəni, işi, hər hansısa bir işin layiq olan şəxsə verilməsidir. Filankəsin xalası oğludur, filankəsin əmisi oğludur, filankəsin dayısı oğludur şəklində deyil. Layiq olduğu kriterlər əsasında insanların vəzifələndirilməsidir. Bu çox önəmlidir. Bu çox zəruri bir məsələdir. Əgər insanlar bu meyarlar əsasında vəzifələndirilməyəcəklərsə, bu meyarlar əsasında işlər onlara həvalə edilməyəcəksə, o işlər yoluna getməz. Tutaq ki, mən dindaram, misal olsun. Hansısa bir görev mənə verilmişdir və mən orada insanları təyin etmə ixtiyarına malikəm. Orada insanın dindar olmasına görə deyil, təyin edildiyi işə layiq olub olmadığına görə məsələni həll etmək lazımdır. İkincisi, əgər insan özünü bir yerə layiq bilmirsə, ora getməməlidir. Yəni, özündəki qabiliyyətlərin, özündəki imkanların, özündəki potensialı ora layiq bilmirsə, gedirsə, bu bir ictimai bəladır. Bu bir ictimai bəladır. Və nəhayət, növbəti məsələ kollektiv ağıl, fikir azadlığı və müzakirədir. Kollektiv ağıl nədir? Kollektiv ağıl bir mövzunu ictimai müzakirəyə çıxartmaqdır. Və ictimai müzakirəyə çıxartdıqdan sonra ona bir ümumi icmal edib, ondan sanki bir bulaqdan su gələn kimi ictimai fikrin ən qaymaqlarını bir araya toplamaqdır. Kollektiv ağıl budur. Müzakirədir, fikir azadlığıdır. Bir cəmiyyətin inkişafı üçün mütləq fikir azadlığı lazımdır. Bir müəssisənin inkişafı üçün də mütləq fikir azadlığı lazımdır. Təbii ki, bu fikir azadlığı dedikdə anarxizm, özbaşınalıq nəzərdə tutulmur. Amma insanlar öz fikirlərini dedikləri zaman bu bir müəssisədə təşəbbüskarlıq mühitini də gücləndirir, inkişafı da gücləndirir. Və nəhayət son olaraq disiplin və prinsipial itayət. Disiplin nədir? İntizamlı olmaqdır. İntizamlı olmaqdır. İntizamlılıq əxlaqı, sənə həvalə edilən işə qarşı intizamlı olmaqdır. Və prinsipial itayət şuuruna malik olmaqdır. Prinsipial itayət nədir? Əgər yuxarıda sadaladığımız kriteriyalar vardırsa, o kriteriyaları təmsil edən insanlara, qurumlara, qurumlara mənəvi bir itayət, disiplin itayəti, subordinasiya itayəti içərisində olmaqdır. Yəni, bu çox önəmli məsələdir. Bu meyarların gözlənilməsi, bu meyarların tətbiq edilməsi Azərbaycan üçün də çox önəmlidir. Çünki biz Azərbaycandayıq. Biz vicdanlı və əxlaqlı insanların çoxalmasına çalışmalıyıq. Siyasətində, məmur aparatında, təhsilində, səhiyyəsində,
ictimai fəaliyyətlərdə vicdanlı və əxlaqlı insanların sayı artmalıdır. Yəni şəxsi münasibətlərdə, dostluq münasibətlərində, məişət münasibətlərində vicdanlı və əxlaqlı insanların sayı artmalıdır. Daha sonra istənilən sahədə işlər əhlinə verilməlidir. Savadı, biliyi, dəyər istehsal edə bilən insanlara verilməlidir. Dəyər istehsal edə bilən insanlara verilməlidir. Kollektiv ağıldan çox istifadə edilməlidir. Müzakirə, istənilən bir ictimai, iqtisadi, siyasi və digər problemlər geniş bir müzakirəyə çıxarılmalıdır və insanların fikirləri önəmli hesab edilməlidir. Ümumvətəndaş iştirakı çox önəmlidir bir problemin həllində. Və təbii ki, disiplinli, intizamlı olmaq, yəni anarxist və dağıdıcı olmamaq, yuxarıdakı dediklərimiz anarxist və dağıdıcı olmamaq anlamına gəlmir. Və prinsipial itaətə sahib olmaq lazımdır. Öz insan doğru prinsiplərə itaət etməlidir. Allah əmanət olun.